Bala, hara gedirsən belə? Baba, psixoloq seansım var, tələsirəm. Niyə bala, dəlisən? Şükür Allah'a nəyimiz çatmır, hər şeyimiz var. Yeməyimiz, içməyimiz, da sənin nə lazımdır? Yedir otu yerində. Bizim vaxtımızda belə şeylər var. Adam ağlayanda deyirdilər gözünə gidin dəyib. Nənəmdən axadıb bir ovuc tuzu götürərdi, dolayardı başıma, kürəyimin ortasında da 2 dənə yumruq elə bir qapı döyür rəhmətliyin nəvəsi. Həmin tuzu da götürüb tökərdi odun üstünə. O da çırtapırtla yanardı. Hə, qardaş, əsl terapiya budur. Özü canlı performansla. İndi hara baxırsan, ya biri narahatdır, ya da deyir, mən öz enerjimi qoruyuram. Bizim vaxtımızda biz enerjini ancaq elektrik sayğacında görərdik. Təzə şey çıxardıqlar. Aura, frekans, milekans. Buna söhbətlər deyirsiniz. Ən gülməlisi də bilirsiniz nədir? İndi deyirlər, insan gərək qorxusu ilə üzləşsin. Bizim vaxtımızda kimsə qorxsaydı, o yenə həmin nənəm gətirərdi bir dənə soğanı doğrayardı, basardı alnımıza, deyərdi qoy cinlər səndən uzaq olsun. Ya da ən pis dərəcəsi götürüb aparardılar çıldağa. İndi də hamı olub psixoloq. Uşaqlıq travması, qorxu, özünü sevmək. Düzdür, mən də qəbul edirəm. Psixologiya bir elmdir. Amma biz illərlə bu proseduru duzla, suyla, muncuqla idarə eləmişik. İndiki cavanlar, indiki gənclər bir-birinlə danışmır. Soruştursan niyə? Deyir, toksik enerjidir. Ay bala, biz uşaq vaxtı bir-birimizə ay bədbəxtliyə deyə böyümüş uşaqlarıq. Amma nə toksik enerji olduq, nə də psixoloqa getdik. Bircə fərq budur ki, biz o vaxtı kimsə dərdini danışanda deyərdik ki, ay bala, get yat düzələcək. İndi şər deyir ki, danış keçəcək. Ay başına dönüm. Bizdən biri depressiyaya düşəndə deyirdik onu qara basır. Sabahdan mən də başlayacağam psixoloq olmağa. O günkü ayətlərdən də xahiş eləyəcəm, mənə bir dənə bu Instagram nədir ondan açsın səhifə. Adını da qoyacağam Psixozaman. Ay bala, ay qızım, dur gəl bura. Dur gəl bura, baban öz səndən məşğul olacaq. Psixozaman deyil, elə belə kişi deyil. Gəl bura. Gəl.